deyilmir. Valentlik dəyişkəndirsə deyilməlidir. Manqan O2-də manqan 4 valentdir, manqan 4 oksiddir. Kalsium O2 uşaqlar, kalsium orada kalsium valentliyi onsuz da 2 valentli olur. Sadəcə maddəmiz kalsium müsbət 2-dir, kalsiumun yükü, oksidləşmə dərəcəsi müsbət 2-dir, müsbət 2-dir. Oksigen burada baxın -1-dir. Demişdik ki, oksigenin oksidləşmə dərəcəsi -1 olan peroksiddir, -2-də 1 superoksiddir, -3-də 1 ozonitdir. Burada eləcə maddənin adı nə olacaqdır? Kalsium peroksid. Bu yanlışdır. Burada heç kalsium ümumiyyətlə 4 valent deyil. Burada da hansı maddə doğru adlandırılmışdır? Bəli, burada oksigen -2-dir. Oksigen -2 olanda metalın valet sabitdirsə, eləcə oksiddir. Peroksid yanlışdır. Hansı halda hər iki reaksiya nəticəsində turşu oksidlər alınır? Reaksiya məhsuluna baxın. Burada alınır H2SO4, NO2 və su alınır. Mislə duru alınır. Mis 2 nitrat, mis 2 nitrat, NO qazı və su. Burada deməli NO qazı alınıbdır, duz əmələ gətirməyəndir. Fosforla bertoli duzu alınır P2O5 ilə kalium xlor. Burada alınır P2O5 ilə kalsium 2, silisium O3. Kalsium, kalsium 2, silisium O3 alınır eləcə. Bəli. Kalsium metasilikat alınır. Yəni burada əsas məsələ nədir? Hər ikisində nə alınıbdır? P2O5. P2O5 nədir? Turş oksidi, B variantı. C-də karbon qazı alınır, kalsium oksid. Burada isə alınır CO ilə silisium. Dəm qazı alınıbdır, bu getdi. Burada yenə maqnezium oksid karbon. Burada natrium NO2, üstəgəl oksigen, heç oksid alınmır. Yəni ki, turş oksidi alınmır. Burada da karbon qazı, NO2 və su alınır. Bu isə, baxın, sol tərəfdə su olanda duru gedir. Duru halda nitrat turşusuna fosfor alınır, H3PO4, üstəgələk NO qazı. NO nədir? Duz əmələ gətirməyən oksiddir. Yəni turş oksid sayılmır. Cavab olur B variantı. Sonra, baxın uşaqlar. Neçə? 40-a qədər. Hansı reaksiyadan alınan bütün maddələr oksiddir? Burada sadəcə reaksiya məhsullarını bilməlisiniz. Bilirsiniz ki, gümüş bir nitrat, pasiv metallar, nitratlar parçalandıqda gümüş, NO2, oksigen. Bu getdi, hamısı deyil. Bertol duzu bayaq demişdik, kalium xlorla alınır P2O5. Bu da kalium xlor duzdur. Bu maddə parçalansa, turş duzları parçaladıqda mümkün dərəcə normal duz, karbon qazı və su alınır. Duz alınıbdır. Dəmir 2 karbonat, dəmir 2 oksidlə karbon qazı, elə budur. Hər ikisi oksiddir. Gümüş bir oksidlə qarışqa turşusu, deməli, gümüş bir oksid qarışqa turşusunu oksidləşdirir, alınır karbon qazı, su və sərbəst gümüş. Gümüş oksidli axı metaldır. C variantı. 60-a qədər. Baxın uşaqlar. 61. Yəni hansı reaksiyadan alınan maddələrdən biri natrium hidroksidlə reaksiya daxil olur? Baxın, natrium hidroksid nədir? Qələbi, əsasi xassəli. Əsasi xassəli maddə ilə nə reaksiya girə bilər? Mümkün dərəcədə turşu xassəli, amfoter xassəli. Burada alınır mis 1 oksid, kuprum, mis 2 oksidlə su alınır. Mis 2 oksid əsasi xassəlidir. Burada alınır maqnezium oksidlə su. Bildiyiniz kimi bütün zəif əsaslar hamısı parçalanır metal oksidlə suya, hamısı. Bir dənə qələblərdən başqa. Ammoniak oksigeni yandıranda temperaturla N2 ilə su alınır, katalizatorla isə NO ilə su alınır. N2 və ya NO qələbi ilə reaksiya girmir, bilirsiniz. Natrium hidrokarbonat da alınır natrium karbonat, karbon qazı və su. Burada alınan karbon qazı CO2 qələbi ilə reaksiya daxil olur. Natrium OH ilə karbon qazı birin biri alınır natrium hidrokarbonat, ikinin biri olanda isə alınır natrium karbonatla su. Yəni B variantı. Sonra,
80-ə qədər. Uşaqlar, bu reaksiyaların məhsulları vermiş deyə sizə ona görə çətin gəlir. Bayaq dediyimiz kimi, duz əmələ gətirməyən oksid deyil. Burada alınır gümüş, NO2, oksigen yoxdur burada. Dəmirlə nitrat turşusu qatı olanda, deməli, baxın, ağzı bağlı qabda olanda, deməli, nitratla nə alınır? Dəmir 3 nitrat, NO3 3, deməli, NO qazı və su, ağzı bağlı qabda. Elə budur, C variantı. Natrium sulfitlə H-xlor alınır, natrium xlorid, SO2 və su. Nəyə görə SO2 alındı? Əslində burada H2SO3 alınır bu reaksiyada. Bu da parçalanır SO2 və suya. Deməli, bu da alınır. Sink karbonat. Bildiyiniz kimi, bütün zəif metalların karbonatları parçalanır. Amfoter xassəli metallar parçalanır. Sink oksidlə CO2-yə. Bunu da alınır. Bir dənə alınmayan C-dir. C-də daha doğrusu duz əmələ gətirməyən oksid alınır. Qalanlarında alınan maddə duz əmələ gətirən oksiddir. Yəni ən az turşu oksidi və yaxud da metal oksidi. Duz əmələ gətirməyən bir də burada C variantında NO qaz alınır. Sonra neçə? 79. Uşaqlar, deyir X S elementidir, Y qeyri-metal olub P elementidir, Z D elementi. X S elementidir. X-in tapın burada valentliyi, oksidləşmə dərəcəsi müsbət 1. Müsbət 1 nə idi uşaqlar? 1A yarımqrup elementi. 1A yarımqrup nə idi? Qələm metallar. Qələm metalların oksidləri su ilə gedir, nə alınır? XOH. Y qeyri-metal P elementi. Neçənci qrupdur? Oksidləşmə dərəcə -2 müsbət 6. 6-cı qrupdur. 6-cı qrup Y qoyusuna alınacaq su ilə. Deməli H2YO4. Yəni turşu alınacaqdır. Gedir. Ancaq D elementi əlavə yarımqrup nədir? Zəif metallar. Əlavə yarımqrup. Əlavə yarımqrup müsbət 3-cü qrupda. 3-cü qrup elementi. 3-cü qrupun əlavə yarımqrupu istənilən halda zəif metaldır və D blokunun metallarının özü və oksidləri əsasları su ilə reaksiya getmir. Adi şəraitdə 1 ilə 2 gedir. 3 getmir ümumiyyətlə. Yəni zəif metalların oksidləri bir adakı metallardan başqa, 2 adada kalsium, stronsium, bariumdan başqa qalan metalların oksidləri su ilə reaksiya getmir heç biri. Üstəgəl ki, amfoter xassəli metalları da heç biri getmir. 80-dən 100-ə 100 dənə var. 80. Oksidin 1 molundakı atom sayısı. Burada mümkün dərəcə baxırıq. Deməli, metal oksidləri 1 molunda 2 atom var. 2 atom nə ola bilər? 1x1 oksigen. Onda burada X2 valentlidir. 1 molunda 4 atom var. Mümkün baxırıq ehtimala. 1 molunda 4 atom ola bilər, nə ola bilər? Məsələn, YO3, 1, 3, 4. O da 6-cı qrup elementdir. Z-də isə 5 mol var. Z2O3 məsələn. O da olur 3-cü qrup, yəni müsbət 3. Onda X müsbət 1 olur, Y müsbət 6 olur, daha doğrusu müsbət 2, müsbət 6, o da müsbət 3 variant. Yəni mümkün baxırıq da budur. Elə bil ki, ali oksidlərin baxırıq formullarına. Ali oksidlərin formullarında baxırıq ki, hansı şərti ödəyir. Boş görən nədir bu? Ekologiya mühəndisi şəhərdə atmosferdə nəsə məlumat deyir, axırın deyir. Axıra baxaq. Mühəndislər hər yağış zamanı 1 litr yağış suyuna 0,44 mol karbon dioksid və 0,2 mol kükürt dioksidin 1 litrə həll olduğunu müəyyən edir. 1 kubmetr yağış suyunda olan karbonat və sulfit turşularının kütləsini müəyyən edir. Birinci nəyə baxırıq uşaqlar? 1 litrdə 0,44 moldursa da, onda 1 kubmetr nə qədərdir? 1000 litr. 1 litrə 0,44-dürsə də, bu da 0,2-dirsə də, 0,2. Onda 1000 litrdə neçə olacaqdır? 1000 dəfə çox. 1000-ə vuranda 44 mol karbon dioksid, bunu da 1000-ə vurun, deməli 20 ilə 20 molda nədir? H2 nədir burada?
Kükürdür daha doğrusu. Kükürd hansı maddədir? Hə, sulfit turşusu deyir də, elə bil ki. Kükürd dioksid. Hə qardaş, orda indi sən neyirsən? Karbon qazının 1 mol su ilə birləşir, 1 mol karbonat alınır, onu nəzərə al. 1 mol alınırsa, bu 44 moldursa 44 alınacaqdır. SO2-nin də yenə 1 mol su ilə birləşir. 1-ə 1-dirsə də 20-yə də 20 olacaqdır. 44 mol karbonat turşusu, 44-ü vurursan karbonatın kütləsinə, 20-ni də vursan H2SO3-ün kütləsinə, 1 mol kütləsinə. Toplayırsan ikisini cəmini. O ikisini toplamaq lazımdır. 44 vuraq, 48, 60, 62. 44 vuraq 62 budur. 20 vurulsun 48, 50, 82. 20 vurulsun 82 budur. 82. Bunların cəmi. 20 vuraq 82, hadi elə bir ki 160, 164, 1640 elə. 82 vuraq 2, 164, 1640. H2SO3-ün kütləsi 1640 qramdır. 44 vuraq 62. 62-ni deməli 40-a vurun. 248 elə. 248. 2480. 2480 isə gəl yenə 248. 2480, 248. 2680, 2728 elə. 2728. Bununla bunu toplayırsınız. Bu ikisinin cəmini. Yəni ən son nəyi soruşur? Turşuların kütləsinin cəmini qramdan. Qrama çevirib, elə qramda qalır da, kütləyə çevirin sonsuz. Qramda qalır. Kiloqram olmur. Baxın uşaqlar. Neçə? Yoxdur burada sualım. Sualımız yoxdur. Əsaslardan 5. Yola, burada yenə parçalama reaksiyası deyir. Deməli, bütün zəif əsasları parçalayanda alüminium oksidlə burada alınır su. B variantı. Hər iki mürəkkəbdir. Nitratı parçalayanda NO2 oksigen, su alınır, oksigen var. Hidrogen peroksid H2O2 oksigen var. Gümüş bir nitrat və ya bir gümüş var, NO2 var, oksigen var. Bu da parçalansa natrium NO2 oksigen var. Hamısında bəsit maddə var. Bəsit maddə olan B variantıdır. Yadda saxlayın. Biz əsasları parçalayanda alınır zəif əsasları. Metal oksidlə su.